Etirazların əsas qaydası: qarşınızdakı insanın etirazını qəbul etmək, onun narahatlığını başa düşmək və onun narahatlığını aradan qaldıracaq şəkildə ona düzgün cavab verməkdir. Son vaxtlar qarşılaşdığım 4 etirazdan bugün sizə danışacağam. Mənim bu işə başlamağa pulum yoxdur, mənim vaxtım yoxdur, bu işdə uğur qazanmaq çətindir və ən əsas da mən əvvəllər çalışmışam, uğur qazana bilməmişəm. Birincisi, mənim pulum yoxdur. Səndən heç kim pul tələb etmir. Sadəcə özünə lazım olan məhsulları alaraq burada biznes qura bilərsən. İkincisi, vaxtım yoxdur. Vaxtın yoxdur. Səndən heç kim stabil iş saatı tələb etmir. Burada iş qrafiki sərbəstdir. Üçüncüsü, burada uğur qazanmaq çətindir. Birincisi, seçdiyin şirkətə diqqət yetir. Hansı şirkəti seçmisən? İkincisi, seçdiyin komandaya diqqət yetirməlisən. Şirkət seçimində hər zaman məhsulun münasibliyinə və tələbatına diqqət yetirməlisən. Və ikincisi də komanda seçimində sən liderin aktivliyinə diqqət yetirməlisən və liderin inkişafına diqqət yetirməlisən. Dördüncüsü, mən əvvəllər işləmişəm, məndə alınmadı. Mən bu etirazınızı da normal qarşılayıram. Çünki ya öz-özünüzə məhsul almısınız, ya da məhsul alıb satış etmisiniz. Siz burada komanda qurmamısınız. Rəhbər ya sizə işi öyrətməyib, ya siz özünüz işi öyrənməmisiniz. Çünki sizin bu şəbəkə biznesində pul qazanmağı üçün şəbəkəniz olmalıdır. Bu şəbəkəni də qurmaq üçün rəhbər bu işi sizə öyrətməlidir. Dəvətlər etməlisiniz, dəvətlərlə çalışmalısınız, komandanı idarə etməlisiniz, komandanı inkişaf elətdirməlisiniz. Bunları etdikdən sonra bu işdə uğursuz olmaq mümkün deyil.